kitab deməli Vaqif Abdullayevin sayca 4-cü kitabıdır və bundan əvvəlki kitablar haqqında təqdimat olundu. Vaqif müəllim siyasi elmlər doktorudur və son zamanlar bu kitabların nəşri ilə məşğuldur və siyasi kitablardır, adından da gördüyünüz kimi. Amma 2-ci Qarabağ Savaşından sonra İsrailin silahlarının Azərbaycanda düşməni məhv etmə prosesində böyük rol oynadığını görərək bir daha qürurlandım və bilirsiniz ki, bizi İsrail dövləti beynəlxalq arenada da dəstəkləyir və münasibətlərimiz də artan xətlə gedir. Hətta bizi sevən digər dövlətlərlə münasibətlərin korlanmasında Azərbaycan bir vasitəçi rolu oynayır və çalışır ki, o dövlətlərlə İsrailin münasibətləri yaxşı olsun. Və bu kitabda deməli Yahudi xalqı ilə Azərbaycan xalqının dostluğuna və onun əbədiliyinə həsr olunmuş bir kitabdır. Kitab İvrit dilində tərcümə olunubdur və tərcüməni də Bakı Dövlət Universitetinin müəlliməsi Gülər xanım tərcümə edib. Elmi redaktor isə Maysey Bekkerdir, hansı ki, siyasi elmlər doktorudur, burada çıxış etdi. Tədbirin təqdimatında gördünüz ki, dövlət qurumlarının nümayəndələri iştirak edirdi. Deməli, dini qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Milli Məclisin 2 deputatı, Milli Məclisin 2 sabiq deputatı, Diaspora Komitəsinin nümayəndəsi iştirak edirdi, ASTV-nin departament rəhbəri iştirak edirdi və eyni zamanda burada bir çox sənətçilərdən də gördüyünüz Gülər xanım çıxış elədi və digər şəxslər də burada tədbirdə iştirak edirlər və bunlar hamısı Azərbaycan və Yahudi xalqları arasında dostluğun inkişafında maraqlı olan, dostluğumuzun dayanıqlı olmasında maraqlı olan şəxslərdir və böyük bir məkanda bu tədbir keçirildi. Dağ Yahudiləri icmasının binasında və biz Milek müəllimə Yevdayevə təşəkkür etdik ki, belə bir müqəddəs yerdə bizə kitabın təqdimatı ilə bağlı şərait yaratdı və özünüz də gördünüz ki, böyük ruh yüksəkliyi ilə və həm çıxış eləyənlər, həm dinləyənlər hamısı həm içində, həm qəlbində Azərbaycan və Yahudi xalqlarının dostluğunun dayanıqlı və davamlı olmasını arzu edən şəxslər idi.